Salam mənim əzizlərim. Baharın lap əvvəlidir. Martın ortalarıdır. Mən də Qubaya gəldim. Baxın, Qubanın Qətriş bölgəsidir. Quşlar oxuyur. Hava gözəl. Quşların səsini dinləyin. Hələ ağaclar yaşıllaşmayıb, hələ tezdir. Təbiət yavaş-yavaş oyanır. Əladır. Gəlin. Yayda burada insanlar çox olar, çünki çox gözəl, möhtəşəm bir yerdir, sakitçilikdir. Hətta irəlidə kotejlər də var ki, çayın düz yanındadır. Kim istəsə burada koteci tuta bilər və orada qala bilər. Axşam da çayın səsində əla dincələr. İndi hələ ki havalar sərindir deyənə heç kim yoxdur. Baxın, nə gözəl yerdir. Çay qırağı adlanır. Həmən Aynur qalanın aşağısına düşürsən, burada çay var və bisetkalar var. Burada hər şey zakaz eləyib, yeyib içə bilərsiniz mənzərəyə baxaraq. Əla. Çay da gözəldir. Baxın, belə də bisetkalar var. Çayın ətrafındadır. Burada deməli 2 Aynur otel var. O birisi Aynur daha belə şəhər tiplidir. Bu amma çox mən даже orada olmuşam. Bu da o birisi bölgəsidir, hansı ki kənd sayağıdır. Lap əladır, mənim çox xoşuma gəldi. Qalmağa belə kotejlər də var. Qiyməti 110 manatdır, 4 nəfərlik. Bura Aynur qalanın restoranıdır. Çox gözəl və möhtəşəm bir yerdir. Və gözəl mənzərəsi var. Baxın, insanlar dincəlir. Əzizlərim, baxın. Bizə təzə salat, acika, turşu, badımcan əzməsi, süzmə, çörək gətiriblər. Yeməyimizi sonra gətirəcəklər. Qiymətlər münasibdir. Bizə tabaka da gətirdilər, kartuşkayla. İsti yemək. Çox dadlıdır. Yeriniz məlum. Bu da bizim qaldığımız oteldir. 2-ci mərtəbə. Belə bir otaqlardır. Axşam çıxdıq gəzməyə. Hava çox gözəldir, sakitdir. Və mən sizə deyim ki, səhər heç insan yox idi. İndi o qədər maşın var.
İnsanlar dincəlir, gəlir. Oradan da yeri var. Yaxşı bir yerdir. Axşamın da öz gözəlliyi var. Musiqi oxuyur. Baxın nə qədər maşın var. Otellər də doludur. Canlı musiqi də var. Mən də şadam ki, bura gəldim. Çox xoşuma gəldi. Sizin də xoşunuza gələcək ümidvaram. Gəlin, gəzin, nəfəs alın. Gözəl havası var. Həm də abu havası var. Çox xoşunuza gələcək. Gəlin. Qubadan gəldik Xudatda yerləşən İstisu istirahət mərkəzinə. Biraz da burada dincələk. Dünən hava çox bulutlu idi. Bu gün isə çox gözəl hava var. Günəş çıxıb. İstirahət mərkəzində bir dəfə olmuşuq. Bu dəfə də gəldik yol üstü. Bura niyə İstisu adlanır? Çünki burada yerdən çıxan müalicəvi kükürtlü su çıxır, baseyn var. Çox müalicəvidir, bir çox xəstəlikləri müalicə edir. Sizə göstərəcəm. Bu da buranın müalicəvi hovuzudur. Baxın, burada yazılıb hansı xəstəlikləri müalicə edir. Artroz, artrit, psoriaz, neyrodermit, revmatizm, qan dövranı yaxşılaşdırır, arterial təzyiqi təmizləyir, şəkəri stabilləşdirir, iltihab əleyhinə. Su daima yenilənir. Mədə, bağırsaq, sidik, cinsiyyət sistemi xəstəliyi, öd kisəsi xəstəliyi, prostat, radikulit hamısı üçün çox faydalıdır. Bu da bizim hovuz. Kükürtlü sudur. İsti su çıxır yerin altından təbii. Çox da dərin deyil. İnsanın boyuna qədər. Çox yaxşı məkandır. Rahat, sakit. Gəlib burada qalmaq, istirahət eləmək istəsəz, burada kotteclər də var. Yəni 4-5 nəfərlik 50 manat qiyməti var. Və var 2 otaqlı 30 manata.
Женщина вам подскажет, что там. Кастрюли, все там есть. Не, у вас повар хороший. Конечно. Тот раз он нам готовил Так это же его kebab. работа. Он каждый день такой. Bu da buranın yeməkxanasıdır. Nə istəsəz zakaz eləyə bilərsiniz. Sizin üçün bişirəcəklər, qoyacaqlar. Çox dadlıdır. Öz toyuq cücələri də var. İstəsəz sizə kəsərlər. Oo, nə qəşəngdilər. $50 manatlıq koteclər. Deməli 2 otaq, 3 otaqdır, 2 spalni, qonaq otağı, hamam, tualet və qabağında şüşəbəndi var. Belə bir gölməçə də var. Qurbağalar hoppanır. Hələ ki balıqlar görünmür. Amma balıqlar da olur. Hələ də buralardayıq. Yolumuz davam edəcək. İnşallah Xaçmaza gedəcəyik. Xaçmazın Dədəli kəndinə. Çox gözəl kənddir və qədimi kənddir. Bu da Xaçmazda bizim Dədəli kəndimiz. Çox qədim kənddir. Gəldik qəbristanlığa baş çəkdik. Çox qədim qəbirlər də var. Allah ölənlərə rəhmət eləsin. Yerləri nurla dolsun. Bu dəfəki gəzintimiz sona çatır əzizlərim. Havalar da biraz qızsın. İnşallah yenə görüşərik.